Hamıya salam. Səhər çox özəl bir yerə gedəcəm və bu kombinim üçün heç bir çantam yoxdur. Toxuyacağım çantanı kənarda yerləşdirəcəm. Mangonun yeni 2025 trendini toxuyuruq. Gəlin başlayaq. Ən əsas rəngimiz olan tünd mavi rəngdən başlayırıq. İlmə çəkirik. Çox sadə bir modeldir, amma göz oxşayan çanta alınacaq. 10 ilməni çəkib toxumamıza 10 ilmə ilə başlayırıq. Bu bizim çantamızın taban hissəsidir. İlməklərimizi çəkdikdən sonra yeni ikinci cərgəyə keçmək üçün bir ilmə buraxıb növbəti ilmənin içərisindən bataraq ilmə toxuyuruq. Növbəti cərgəyə keçən zaman isə kənar hissələrimizin tam düz olması üçün bir ilmək çəkirik. Toxuduğumuz hissəni çeviririk. İlk gələn boşluğun içərisindən bataraq yeni bir ilmə çıxardıb toxuyuruq. Bu cərgəmizdə də hər bir ilmənin içərisinə bir ilmək batırıq. Yenidən cərgəni növbəti cərgəyə keçərkən bir ilmək çəkərək başlayırıq ki, kənar hissələrimiz düz alınsın və ilmək sayımız itməsin. Mən çantanın taban hissəsini özümə uyğun olan ölçüyə qədər toxuyub gəldim və sonuncu ilmənin də içərisinə batdım. Artıq kənar kantını yaratmaq üçün eyni son ilmənin içərisinə ikinci ilməni batıram və kənar hissədən sonra hər bir yan ilmələrin də içərisinə, daha doğrusu boşluqlara bir-bir bataraq ilmə çıxardırıq və kənar hissələrimizin tam düz olması üçün də bir olmaqla ilmə çəkib tabanımızın kənarlarını düzəldib gəlirik. Sonuncu boşluğumuzun da içərisinə 2 ilmək atdıqdan sonra ilməmizi bağlayırıq. Ölçülərini verəcəm sizə. Çantamızın ölçüləri 17 uzunluq, 7,5 isə eni olacaq. Siz bu ölçülərə görə öz çantanızı böyüdə və ya balacalaşdıra bilərsiniz. Mənə isə bu qədər ölçü kifayət edəcəyinə görə mən çantamı balaca toxudum. Modelin birəbir formasını toxumağı çox istərdim, lakin axşam saat 2 olduğuna görə o qədər də vaxtım yoxdur. Səhərə qədər çantamı bitirib tamamlamalıyam. Artıq yuxarı hissəyə qalxmaq üçün hər kənar ilmənin içərisinə bir ilmə bataraq kənarlardan toxuyub gəlirik. Birinci cərgəmiz bitdikdən sonra ikinci cərgəmizdə 2 sütunlu ilmələrlə davam edirik. Hər ilməmizin içərisinə 1-2 sütunlu ilmə toxuyuruq. Artıq çantamızın ilk naxışını yaratdıq. Mən 2 cərgə olan 2 sütunlu ilməni bir cərgə etdim. Siz isə çantada olduğu kimi 2 cərgə edə bilərsiniz. Mavi rəngdən sonra açıq bej rənglə 5 cərgə sadə ilmə toxuyub davam edirik. Bunu da ölçüsünü böyüdə və ya balacalaşdıra bilərsiniz. Əsas olan hissəyə gəldik, çatdıq. Bu bizim yelpik modelimizdir. Yelpik modelində bir ilmə batmalıyıq və növbəti əsas hissədə bir ilmə ötürüb bir sütunun içərisinə 5 ədəd 2 sütunlu ilmə toxumalıyıq. Bu bizim yelpik modelimizin əsasını yaradır. Baxın, bir cərgə ötürdüm. Növbəti cərgənin içərisinə 5 ədəd 2 sütunlu ilmə toxuyacağım. Mənim ipim rafi olduğuna görə çox qalın idi. Alt hissədə sadə kağız ip, üst hissədə rafiya artıq çox böyümə yaratmışdı. Ona görə də mən yuxarı hissələrdə biraz kəsmə etdim. Lakin siz çalışın, iplərinizin hər birinin ölçüsü eyni qalınlıqda olsun. Bu zaman çanta həqiqətən də çox gözəl görüntü əldə edəcək. Bütün rənglərin hər birindən kəsmə işi etmişəm, lakin siz çalışın, sırada göstərilən qədər edin. Məsələn, açıq mavi ipdən 3 cərgə gedilməli idi, mən sadəcə 2 cərgə getdim. Göstərdiyim yelpik modelini də bir cərgəsini toxuyub tamamlayıb gələk. İkinci cərgəni necə başlayacaq, onu göstərəcəm. Məndə birinci cərgəni bitirmək üçün 3 ilmə qalıb, daha doğrusu 3 boşluq qalıb. Burada yeni bir yelpik modeli yaratmayacağım, çünki artıq çox genəlib mənim toxuduğum hissə və 3 cərgəni ötürüb bağlamanı edirəm. İkinci cərgəyə keçən zamansa əvvəldə bağlama etdiyimiz bütün ilməklərin üzərinə 5-2 sütunlu ilmə toxuyasıyıq. Əvvəldə toxuduğumuz 5-2 sütunlu ilmənin orta nöqtəsinə, yəni 5 ilmədən tam ortadakı 3-cü ilmənin başına isə bağlama etməliyik. Bu zaman bizim İkinci cərgə yelpazə modelimiz tamamlanacaq. Baxın, videoda da göstərdiyim kimi 5 sayırıq. 5-in 3-cüsünün içərisinə batıb bağlama edirik. Bu zaman çantanın forması artıq genələn formamız biraz daralacaq. 3-cü cərgədə yelpazə modeli etmədim. Sadəcə bir cərgə adi toxuma qaydası ilə toxudum.
Bu isə dediyim kimi çantanın orijinalında belə deyil idi. Sadəcə mənim vaxtımın azlığına görə mən bu qayda ilə getdim. Növbəti cərgəni çəkməyi unutmuşam. Bu isə sadəcə körpü model toxumadır. 2 sütunlu ilmə toxuyuruq. 1 ilmək çəkirik. 1 ilmə atlayıb növbəti ilmələrdən yenə 2 sütunlu ilmə toxuyuruq. Bu qayda çox sadədir. Onsuz da mənim toxuduğum hər şey sıfırdan başlayan xanımlar üçün biraz çətin ola bilər. Əsası ilməkləri, mili tanıyan xanımlar daha rahatlıqla toxuya bilərlər. Növbəti ana rəngimizdən yenə götürüb başlayırıq. Manqonun bu il özü üçün dəb elədiyi naxışına 3 ilmə çəkirik. İpimizi milimizin başına doluyuruq və növbəti ilmələrin içərisinə daha 2 ədəd 2 sütunlu ilmə toxuyuruq. Yəni əvvəldə çəkdiyimiz 3 ilməklə bərabər bizim 3-2 sütunlu ilməmiz yaranır. Bu qaydanı manqonun digər çantasında da sizlər üçün paylaşmışdım. Daha ətraflı öyrənmək istəyənlər daxil olub həmin çantanın videosunu izləyə bilərlər. Hansı ki, həmin videom YouTube kanalımda da daha çox izlənən videolar içərisindədir. 3 ilmə çəkdikdən sonra ipimizi milimizin başına doluyub, əvvəldə çəkdiyimiz ilmədən də əvvəl olan ilmənin içərisindən bir ilmək çıxardıb, ipimizi dartıb uzadırıq və bağlama edirik. Bütün ilmələri eyni qaydada toxuyuruq. 1 ilmə ötürürük. Yenidən 3 ədəd 3 sütunlu ilmə toxuyuruq. Və mən bu naxışı 4 sıra toxudum. Çünki çantam çox balaca görünürdü. Bir cərgə sadə toxuma etdikdən sonra bir cərgədə 2 sütunlu ilmə toxudum ki, çantanın baş hissəsini büzərkən daha səliqəli və daha rahat olsun. Və keçək sapını toxumağa. Çanta sapının bu modelini ayrılıqda da paylaşacağım. Həqiqətən çox gözəl modeldir. Bu modellə siz çantalarınıza istənilən formada uzanmayan çox rahat bir çanta görkəmi daha doğrusu sap əldə edə bilərsiniz. Artıq videoda o qədər yorulmuşdum ki, əlim sapı düzəldə bilmirdi. Çünki gecənin artıq saat 4 idi. 2 ilmək çəkirik və birinci çəkdiyimiz ilmənin içərisinə batıb bir ilmək daha çıxardırıq. 2 ilməyimiz var. 2 ilməyimizi birgə toxuyuruq. Bunu ayrı-ayrılıqda da video halında göstərəcəm. İpimizi çevirib, ipimizin yanında olan, baxın gördüyünüz boşluğa batıb bir ilmək çıxardırıq. Və yenə milimizdə 2 ilməyimiz var. 2 ilməyimizi birgə toxuyuruq. Yenidən toxuduğumuz hissəni çeviririk. Orada bizim önümüzə 2 ilmək çıxır. İkisini bir milimizə alırıq. İçərisindən ilmək çıxardırıq və yenə milimizdə olan 2 ilməyi birgə toxuyuruq. Yenə çeviririk. Kənarda olan 2 ilməyin içərisinə batırıb bir ilmək çıxardırıq və 2 ilməyi birgə toxuyuruq. Bu qayda ilə sona qədər, özümüzə lazım olan uzunluğa qədər ilmək toxuyuruq. Görünüşü çox gözəl və uzanmayan bir çanta sapı toxuyuruq beləliklə. Mən çantamı tamamladım. Görünüşü haqqında fikirlərinizi yazmalı və toxuduğumuz